Son həftədə Əhər şəhrinə yerləşən Fars rejiminin İnqilab Məhkəməsi daha bir neçə Güney Azərbaycan Milli Azadlıq Hərəkatının milli fəallarını məhkəməyə çağırıb. Məhkəməyə çağırılan milli fəallar İsrafil Fətzadə, Salih Molla Abbasi, Murtaza Məhəmmədi, Beytullah Bərzgər, Meysəm Culani, Mənsur Seyfi, Əkbər Əbuzad, Süleyman Kazemi, Hamid Allahverdipur, Araş Cəfəri, İbrahim Nuri, Əliriza Çəngizi, Ağustos'un 8'ində Günəş tarixi ilə 1396-cı ilin Murdad ayının 17-sində Təbriz vaxtı ilə saat 10-da məhkəməyə çıxmalıdırlar. Xatırladaq, Günəş tarixi ilə 1395-ci ilin İsfəndin 2-sində Dünya Ana Dilini gününün əzizləmək mərasimində 80 nəfərə yaxın Güney Azərbaycanlı milli fəal tutuklanıb. Bu mərasim milli fəalların birinin evində xüsusi olaraq düzenlənib, ancaq mərasimin keçirildiyi zaman Fars rejiminin təhlükəsizlik və silahlı qüvvələri mərasimin keçirildiyi evə silah və biber qazı ilə vəhşicə hücum edib və fəalları döyərək tutuklayıb. Tutuklanan milli fəallar dəfələrcə işgəncəli istintaq və məhkəmələrdə İran dövlətçilik sisteminə qarşı fəaliyyət, İran adlanan ölkənin milli təhlükəsizliyini pozmaq, başqa xarici dövlətlərlə işbirliyi olmaq kimi qondarma ittihamlarla üzləşiblər. Adını çəkdiyimiz Güney Azərbaycanlı milli fəallar bundan öncə də Güney Azərbaycanın azadlığı və Türk millətin milli haqları uğrunda apardığı mübarizəyə görə dəfələrlə Fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.